Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 20 buraxılışını Lalə Məmmədova təqdim edir. Günün aktual mövzuları ASTV xəbərin əsas buraxılışında axşamınız xeyir anonslarımız var. Tanış olaq daha sonra bu və digər mövzular haqqında ətraflı. Metsamor Atom Elektrik Stansiyasında təmirə başlanılır. Ermənistan stansiyanın istismar müddətini daha 16 il artırmaq niyyətindədir. Rusiya-Ukrayna arasında gözlənilən danışıqlar dünya gündəmində. İstanbulda Zelenski-Putin görüşü baş tutacaqmı? ABŞ yaxın şərq siyasətini dəyişir. Donald Trump region ölkələrinə əməkdaşlıq təklif edir. Təfərrüatları xüsusi müxbirimiz Vaşinqtondan çatdıracaq. İşğaldan azad ərazilərə fərdi avtomobillərlə səfərlərin istiqaməti genişləndirilir. Daha hansı rayonlara getmək mümkün olacaq? Bakının Umbaki qəsəbəsində uçan körpü nə vaxt bərpa olunacaq? Qəsəbə sakinləri iddia edir ki, bu körpünün uçmasına təkcə səbəb güclü yağışlar deyil. Aidiyyəti qurumun açıqlaması az sonra. Qar yağdı, sabah isə leysan gözlənilir. Daşqın təhlükəsi varmı? Bəs qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? Azı 4 ölkə üçün açıq təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyası ətrafında xəbərlər səngimək bilmir. Yenilik isə bundan ibarətdir ki, mayın 15-dən söz gedən stansiya təmirə dayandırılacaq. Halbuki mütəxəssislər fəaliyyətini dayandırmalı olduğu qənaətində idilər. Yaratdığı risklərə görə Avropa İttifaqı rəsmilərindən tutmuş erməni mətbuat nümayəndələrinə qədər az qala hər kəsin həyəcan təbili çaldığı Metsamor Atom Elektrik Stansiyasının ömrü bir qədər də uzadılır. Belə ki, sabah gecə yarısından etibarən Ermənistan sözü gedən reaktoru təmirə bağlayacaq. Azı 4 ölkə, Türkiyə, Azərbaycan, Gürcüstan, İranın sonunu gətirə biləcəyi reaktorun istismar müddətini uzatmağa hesablanan təmir işləri cəmi 60 gün çəkəcək. Proses yekunlaşdıqdan sonra Ermənistan stansiyanın istismar müddətini 2031-ci ilə qədər artırmaq iddiasındadır. Azərbaycan dəfələrlə stansiyanın fəaliyyətini dayandırması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev bir çox beynəlxalq platformalarda Metsamorun daşıdığı risk faktorunu gündəmə gətirib. Bütün region üçün başqa bir təhlükə Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın çeşitli bomba adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir. Əvvəla ona görə ki, stansiyadan yayılan radiasiya sızmaları Türkiyə, İran kimi ölkələrdə xərçəngə yoluxma səviyyəsini artırıb. Tullantı suları çayları çirkləndirir, heyvanlara, qidalara, hətta yeni doğulanlara belə mənfi təsir göstərir. Lakin kaş ki, bununla kifayətlənə bilsə. Reaktorun Ağrı dağı tektonik zonasının düz mərkəzində yerləşməsi baş verə biləcək bütün irili xırdalı təkanlarda bölgə sakinlərinə az qala diri ikən ölümün nə demək olduğunu göstərir. SSR alimləri hələ illər əvvəl bu reaktorun tikintisinə qarşı çıxmamışdımı? Təbii ki, etiraz edilmişdi. Hələ istismara verilməsindən qısa zaman sonra taleyin acı sınağını da yaşatmışdı Ermənistan əhalisinə. 1988-ci ildə baş verən güclü zəlzələnin təsiri ilə Gümrü və Metsamor ətrafı ərazilərdə ermənilər hələ də səfil həyatı yaşayır. Bütün bu yaşananlara, xəbərdarlıqlara baxmayaraq Ermənistan hökuməti reaktordan əl çəkmək niyyətində deyil. Çünki Azərbaycan və Türkiyə ilə gərgin münasibətlərindən dolayı blokada şəraitindədir. Bu iki ölkədən elektrik enerjisi idxal edə bilmir. Daşıdığı bütün risklərə rəğmən Metsamora məcburdur, çünki enerjiyə olan tələbatının 40%-ni həmin reaktordan alır. Nə bu reaktordan əl çəkməsi üçün ona təklif edilən alternativlərdən, nə də yardımlardan alır. Görünür, bir daha əhalisinə 1988-ci ilə bənzər hadisələri yaşatmaq niyyətindədir. Ancaq baş verə biləcəklər təkcə Ermənistan üçün risk təşkil etmir axı.
Daha da maraqlısı stansiyanın qəzalı soyutma sisteminin Rusiyalı mütəxəssislərin köməyi ilə dəyişdirilməsinin planlaşdırılmasıdır. Əgər burada nə var deyə düşünürsünüzsə, bu görüntüləri xatırladaq. Yadınıza düşdü? Bu baş verənlərin ili hələ təzəcə çıxıb. Axı Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya üz çevirib qərbə üz tutmuşdu. Maddi mənəvi qərbin gücünə sığınmış nəticədə əzəli havadarı Rusiyanı özünə küstürmüşdü. Yaxşı, indi nə baş verdi? Görünür əzəli müttəfiqlər bu yolda bərabər addım atıb bölgə əhalisinin canına birgə qəsd etmək fikrinə düşüb. Yoxsa təklif edilən alternativlər, milyonlar fonunda Ermənistanın bu saatlı bombadan bərk-bərk yapışmasının başqa bir məntiqli açıqlaması ola bilməz. Nərmin Kərim, ASTV Xəbər. ABŞ yaxın şərq siyasətini dəyişir. Donald Trump region ölkələrinə əməkdaşlıq təklif edir. Təfərrüatları xüsusi müxbirimiz Vaşinqtondan çatdıracaq. Ermənistan hərbçiləri yenidən təxribata əl atıblar. Rəsmi İrəvanın sülh çağırışlarına zidd olan addımların video görüntülərini təqdim edirik. Kadrlardan da göründüyü kimi erməni hərbçiləri Azərbaycan ordusunun Laçın istiqamətindəki mövqelərinə daş atırlar. Bu ilk belə təxribat deyil. Mayın 9-da Naxçıvanda da oxşar hadisə baş verib. Erməni əskərləri təhqiramiz ifadələr işlədərək Azərbaycan əskərlərini cavab verməyə təhrik ediblər. Lakin hərbçilərimiz soyuqqanlı davranaraq belə ucuz təxribatlara cavab verməyiblər. Belə hadisələrin rəsmi İrəvanın sülh gündəliyinə nə qədər uyğun olması isə suallar yaradır. Ermənistan parlamentində yenə dava olub. Bu dəfə vitse-spiker Akop Arşakyan və Hayastan fraksiyasının deputatı sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryan arasında mübahisə yaranıb. Vitse-spikerin çıxışı zamanı deputat hakimiyyəti tənqid etməyə başlayıb. Arşakyan Köçəryanın susmasını tələb edib. Onlar arasında başlayan söz davası daha sonra əlbəyaxa davaya çevrilib. ABŞ prezidenti Donald Trump'ın yaxın şərq ölkələrinə səfəri davam edir. Suriyaya qarşı sanksiyaları ləğv edən Ağ Ev rəhbəri Ər-Riyadda bu ölkənin lideri ilə görüşüb. Donald Trump Rusiya-Ukrayna danışıqlarından çox gözəl xəbərlər gözlədiklərini də diqqətə çatdırıb. Son 25 ildə ilk dəfə olaraq ABŞ və Suriya rəhbərləri bir araya gəliblər. Görüşdə iki ölkə arasında əlaqələrin bərpa edilməsi, yaxın şərq regionundakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Donald Trump Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şaranı İsraillə münasibətləri normallaşdırmağa çağırıb. Trump'ın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda ABŞ və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin sammiti də keçirilib. ABŞ prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Qətər əmiri, Bəhreyn kralı, Küveyt əmiri, Əbu-Dabi əmirliyinin vəliəhd şahzadəsi, eləcə də Oman baş nazirinin müavininin iştirak etdiyi zirvə görüşündə bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib. ABŞ-nin Suriyaya qarşı sanksiyaları aradan qaldırılması sammitdə diqqət mərkəzində olub. Bildiyiniz kimi hazırda biz Suriyanın yeni hökuməti ilə münasibətlərin normallaşması imkanlarını araşdırırıq. Prezident Əhməd Əl-Şara ilə görüşümdən, dövlət katibi Rubio'nun Türkiyədə Suriya Xarici İşlər Naziri ilə görüşündən başlayaraq vəziyyəti Vəliəhd Şahzadə Məhəmməd və Türkiyə prezidenti Ərdoğanla müzakirə edəndən sonra mən Suriyaya yeni başlanğıc imkanı vermək üçün sanksiyalara dayandırmaq barədə əmr verdim. Biz prezident Donald Trump'ın Suriya Ərəb Respublikasına qarşı sanksiyaları ləğv etməklə bağlı qəbul etdiyi qərarı alqışlamaq istərdik. Bu, bizim qardaşlarımızın, Suriya xalqının əzablarını yüngülləşdirəcək, inkişaf və çiçəklənmə yolunda yeni səhifə açacaq. Donald Trump daha sonra yaxın şərq səfərinin ikinci növbəti dayanacağı Qətərə səfər edib. Dohada Qətər əmiri Şeyx Ət Tani ilə görüşən Ağ Ev rəhbəri həm yaxın şərqdəki münaqişələrin, həm də Rusiya-Ukrayna müharibəsinin həllinə verdiyi dəstəyə görə minnətdarlıq edib. O, Rusiya-Ukrayna cəbhəsində də sevindirici xəbərlərin olacağını deyib.
Səfər çərçivəsində iki ölkə arasında müdafiə və aviasiya sahələrində bir sıra razılaşmalar əldə olunub. O cümlədən Qətərə 160 ədəd Boeing təyyarəsinin satışı ilə bağlı 200 milyard dollarlıq müqavilə imzalanıb. Xəzər Əbdülləliyev, Fərda Abbasova, Çinarə Qambayeva, ASTV xəbər. Bu arada ABŞ prezidenti Donald Trump'ın gözlənilmədən Suriyaya qarşı sanksiyaları ləğv etməsi bu ölkədə böyük sevincə səbəb olub. Gecə saatlarında küçələrə çıxan minlərlə Suriyalı Ər-Riyaddan gələn xəbəri coşqu ilə qeyd edib. Bu çox sevindirici bir haldır. Biz çox xoşbəxtik. Gördüyünüz kimi hamı xoşbəxtdir. Allaha şükür. Ölkəmizin xeyrinə olsun. Vəliəhd Şəhzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səudə təşəkkür edirəm. Bütün Səudiyyə xalqına təşəkkür edirəm. İnqilaba başladığımız gündən onların dəstəyi bizimlə olub. Bəli, ABŞ prezidenti Trump'ın yaxın şərq səfəri onun administrasiyasının dünyadakı münaqişələrə yanaşmasını bir daha gündəmə gətirdi. Trump sülh üçün səy göstərdiklərinə diqqət çəkərək sələflərini bunun əksinə işlədiklərinə görə tənqid etdi. Təfərrüatları Vaşinqtondan bizimlə birbaşa bağlantıda olan Amerika təmsilçimiz Neymət Tahiroğlu bizə çatdırır. Neymət, salamlayıram sizi. Buyurun. Lalə, bir daha görünür ki, Donald Trump prezidentliyinin ikinci dönəmində ilk rəsmi dövlət səfərini məhz bugün qaynar münaqişə zonası olan yaxın şərqə etməsi təsadüfi deyil. Onun Qəzzadakı vəziyyətdə daxil olmaqla regional məsələlərin müzakirə olunduğu Körfəz ABŞ samitində iştirakı, Suriya ilə münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələri, Vaşinqtonun yeni bir başlanğıc üçün Suriyaya qarşı sanksiyalarının ləğvi kimi qərarı sabitlik istəyinin göstəricisidir. ABŞ-də ekspertlər hesab edirlər ki, Trump'ın yaxın şərq səfərində digər tərəfdən də Körfəz dövlətlərinin ABŞ-nin təhlükəsizlik və iqtisadi tərəfdaşları kimi mövqelərini möhkəmləndirmək, rəsmiləşdirmək və bacardıqları qədər fayda əldə etmək istəyi dayanır. Lalə, ABŞ prezidentinin yaxın şərqə olan ilk dövlət səfərində diqqət çəkən məqamlardan biri ölkəsinin indiyədək digər dövlətlərin daxili işlərinə müdaxiləsini tənqid etməsidir. Belə ki, Trump ABŞ-nin əvvəlki administrasiyalarını Əfqanistan, İraq, Suriyada hərbi müdaxilələrə görə həmçinin nağarası dövlət quruculuğu adı altında bu ölkələri dağıtmaqda ittiham etdi. Ağ Evin yeni rəhbəri bildirdi ki, neokonservatorlar, nağarası dövlət qurucuları və liberal QHT-lər trilyonlarla dollar xərcləmələrinə baxmayaraq Kabildə və Bağdadda sabitlik yarada bilmədilər. Trump hesab edir ki, Səudi Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərindəki uğurlar qərb müdaxiləçilərinin deyil, bölgə xalqlarının özlərinin nailiyyətidir. Donald Trump'ın bu yanaşmasını nəzərə alsaq görünür ki, ABŞ bu siyasətdən daha istifadə etməyəcəkdir. Regional liderlərlə əməkdaşlığa, terrorizmlə mübarizəyə qarşılıqlı iqtisadi maraq yaradacaq layihələrə fokuslanacaqdır. Bu yerdə əvvəlki hakimiyyətlərin xüsusilə Biden-Blinken administrasiya dövründə Azərbaycan, Gürcüstan kimi ölkələrin də daxili işlərinə qarışmasını, təzyiq və şantaj siyasətini bu zaman US kimi qurumlardan istifadə etdiyini xatırlamamaq olmur. İndi Qərbin QHT və fondları ilə Azərbaycanın niyə mübarizə apardığı daha yaxşı başa düşülür. Azərbaycanın bu uğurlu mübarizə modelinin daha sonra Gürcüstan tərəfindən də istifadə olunması, necə deyərlər, bu ölkəni də xilas etdi. Birləşmiş Ştatlardan bu saata çatacaqlarım bunlardır, Lalə. Təşəkkür edirəm sizə Neymət məlumatlarınız üçün. Əməkdaşımız Neymət Tahiroğlu Trump'ın yaxın şərq səfərini elə Vaşinqtondan birbaşa bağlantıda şərh etdi və bu arada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Trump'a Suriyaya qarşı sanksiyaları qaldıracağını elan etdiyinə görə təşəkkür edib. Bu barədə o partiyasının qrup toplantısında bildirib. Ərdoğan həmçinin Qəzza böhranının həlli ilə bağlı da ABŞ prezidentinə ümid bəslədiyini ifadə edib. Dün Suudi Arabistan'da Suriye'ye yönelik yaptırımları kaldıracağını açıklayan Amerikan Başbakanı Sayın Trump'a buradan tekrar teşekkür ediyorum. Gazze'de artık vahşet boyutuna varan insani trajediye son verilmesi amacıyla
yürüttüğümüz çabalarda da dostum Trump'ın desteğine güveniyorum. İnşallah Gazze ile ilgili de yakında yüreklere su serpen müjdeli haberler almayı ümit ediyoruz. Trump'ın İranı yaxın şərqdəki ən dağıdıcı qüvvə kimi xarakterizə etməsini qəbul etmirik. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı Tehranda jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, mayın 11-də keçirilən ABŞ-İran danışıqlarının 4-cü raundundan sonra bu açıqlama aldadıcıdır. Trump İsrailin bütün təhdidlərinə və bölgədəki cinayətlərinə məhəl qoymur və bunun əvəzinə İranı təhlükə kimi təqdim etməyə çalışır. Bu, sırf aldatma və real təhlükələrin yerini dəyişmək cəhdidir. Qəzzada 60 min insanı kim öldürüb? Bütün bu dağıntılara kim səbəb olub? Bakının Umbaki qəsəbəsində uçan körpü nə vaxt bərpa olunacaq? Qəsəbə sakinləri iddia edir ki, bu körpünün uçmasına təkcə səbəb güclü yağışlar deyil. Aidiyyəti qurumun açıqlaması az sonra. Dünyanın diqqəti İstanbula gözlənilən tarixi Rusiya-Ukrayna görüşünə yönəlib. Ukrayna prezidenti Zelenski İstanbulda keçiriləcək danışıqlarda yalnız bir halda iştirak edəcəyini bildirib. Bu şərt Vladimir Putinin də şəxsən iştirak etməsidir. Moskva isə hələ ki Rusiya nümayəndə heyəti sabah Ukrayna nümayəndə heyətini İstanbulda gözləyəcək açıqlaması ilə kifayətlənir. Nə baş verəcək? Rusiyada bu məsələ necə şərh edilir? Bu barədə Moskvadan bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Zakir Musayevdən məlumatları eşidəcək. Hər vaxtınız xeyir Zakir. Buyurun, efirdəsiz. Axşamınız xeyirli aləm. Bəli, əvvəlcə ondan başlayayım ki, Moskva İstanbulda planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına prinsipial olaraq açıqdır. Məlum olduğu kimi elə bu barədə Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl özü də açıqlama verdi və danışıqların 2022-ci ildə İstanbulda əldə olunan ilkin razılaşmalar əsasında aparılmasını məqsədə uyğun hesab etdiyini bildirdi və bununla belə Rusiya tərəfi bir daha vurğulayır ki, münaqişənin sadəcə cəbhə xətti boyunca dondurulması, yəni belə demək olarsa sabit atəşkəs Moskva üçün qəbul edilməzdir. Elə Kremlin sözcüsü Dmitri Peskovun da sözlərinə görə bu cür yanaşmalar yalnız vəziyyəti uzadır və problemin mahiyyətini həll etmir. Bütün hallarda məlum olan odur ki, Rusiya istəyir ki, danışıqlar real nəticə versin. Bu nəticə isə yalnız Ukraynanın neytral statusu, hərbiləşdirilməməsi və NATO ilə strateji yaxınlaşmadan imtina etməsidir. Görüşdə iştirak edəcək nümayəndə heyətinə gəlincə isə aydın məsələdir ki, danışıqlarda Rusiya tərəfindən kimin iştirak edəcəyi hələ rəsmi açıqlanmayıb, lakin ehtimallar yüksəkdir ki, nümayəndə heyətinə prezidentin müşaviri Vladimir Medinski, Müdafiə Nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutsky və Prezident Administrasiyasının müavini Dmitri Kazak daxil ola bilər. Amma bir daha qeyd edirəm ki, bu sadəcə ehtimaldır. Çünki bu şəxslər 2022-ci ildə keçirilən danışıqlarda da Rusiya tərəfini təmsil ediblər. Siyasi şərhçilərin sözlərinə görə Xarici İşlər Naziri Sergey Lavrovun da bu dəfə iştirakı istisna edilmir. Xüsusən də əgər görüşlər yüksək diplomatik səviyyədə planlaşdırılırsa. Ən əsası Prezident Vladimir Putinin birbaşa danışıqlarda iştirakı isə bu mərhələdə real sayılmır. Rusiyalı ekspertlər isə bu görüşlərə ehtiyatla və deyərdim ki, həm də nikbin yanaşırlar. Onların fikrincə, əgər bu danışıqlar real siyasi iradə üzərində qurulsa, bu gərginliyin azaldılması istiqamətində mühüm addım ola bilər və ekspert cəmiyyətində ortaq fikir də ondan ibarətdir ki, Türkiyənin vasitəçiliyi və ümumiyyətlə İstanbul platforması bu kimi görüşlər üçün ən optimal diplomatik məkanlardan biridir. Beləliklə, Rusiya bürosundan Rusiya-Ukrayna görüşünə də çatdırmaq istədiklərim bunlardan ibarət idi. Söz yenidən sizdədir. Zakir, mən sizə təşəkkür edirəm məlumatlarınız üçün. Məlum İstanbul görüşünün Rusiyada mövqeyi haqda məlumatları Rusiya paytaxtından Moskvadan xüsusi müxbirimiz Zakir Musayev bizə məlumatları çatdırırdı. Biz davam edirik. Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Rusiyanın neft embargosundan yayınmaq üçün istifadə etdiyi kölgə donanmasına qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər. Yeni məhdudlaşdırıcı qərar Avropanın 27 ölkəsinin səfirlərinin Brüsseldə keçirilən görüşündə verilib.
Bu paketin bir hissəsi olaraq Rusiyanın kölgə donanmasının daha 200 gəmisi Avropa İttifaqının qara siyahısına əlavə olunacaq. Beləliklə, bu gəmilərin sayı 340-ı keçə bilər. Bundan əlavə sanksiyalardan yayınan daha 30-a yaxın şirkət, xüsusən də ikili təyinatlı mallarla bağlı, həmçinin hərbi sənaye kompleksləri ilə əlaqəli 75 fiziki şəxs və şirkət qara siyahıya əlavə olunacaq. Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin rəsmən mayın 20-sində Avropa İttifaqı Xarici İşlər Şurasının iclasında qəbul ediləcəyi gözlənilir. Almaniya prokurorluğu Rusiyanın sifarişi ilə terror aktları planlaşdırmaqda şübhəli bilinən 3 Ukraynalını həbs edib. Əməliyyatlar 9-13 may tarixlərində Konstans, Köln şəhərləri və İsveçrədə keçirilib. Federal prokurorluğun məlumatına əsasən təxribatçılar Rusiya xüsusi xidmət orqanlarının göstərişlərini yerinə yetiriblər. Müstəntiqlərin sözlərinə görə saxlanılan şəxslər Almaniyadan Ukraynadakı alıcılara partlayıcı qurğuların olduğu bağlamalar göndərməyi planlaşdırırlarmış. Liviyada silahlı qruplaşmalar arasındakı toqquşmalar dayanıb, tərəflər atəşkəs elan edib. Bu barədə Liviya Müdafiə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, Liviyada ötən gecə yenidən toqquşmalar şiddətlənmişdi. Üsyançı döyüş briqadası ilə dövlətə məxsus təhlükəsizlik və sabitliyin qorunması briqadası arasında döyüşlərdə 6 nəfər həlak olub, xeyli sayda mülki obyektə və avtomobillərə ziyan dəyib. Yaranmış vəziyyətlə əlaqədar Tripoli hava limanı fəaliyyətini dayandırmış, məktəblər və universitetlər bağlanmışdı. Toqquşmalardan istifadə edən məhbuslar isə Əl-Cədid təcridxanasından qaçmışdılar. İşğaldan azad ərazilərə fərdi avtomobillərlə səfərlərin istiqaməti genişləndirilir. Daha hansı rayonlara getmək mümkün olacaq? Birləşmiş Krallığın Glasgow və Aberdeen şəhərlərində soydaşlarımız üçün ilk dəfə səyyar konsulluq xidmətləri göstəriləcək. Bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb. Konsulluq xidmətlərini vətəndaşlar üçün daha əlçatan etmək məqsədi ilə mayın 17-sində Glasgow, mayın 18-də isə Aberdeende ilk dəfə səyyar konsulluq xidməti təşkil olunacaq. Səyyar konsulluq xidməti zamanı vətəndaşlar pasportların verilməsi və ya dəyişdirilməsi, Azərbaycana qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsi, vətəndaşlıq məsələləri, uşaq doğumlarının qeydiyyatı, müxtəlif arayışların verilməsi və konsulluq qeydiyyatı kimi xidmətlərdən yararlana biləcəklər. Həmçinin konsulluq hüquq məsələləri ilə bağlı sualların cavablandırılması da nəzərdə tutulur. COP29-dan sonra Afrika ölkələri ilə əməkdaşlıq inkişaf edir. Qarşıdakı illərdə bu əməkdaşlıq diplomatik təmsilçilik dairəsində də genişləndiriləcək. Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev belə deyib. Bu ilin əvvəlindən etibarən cəmi 5 ayın da hələ tamamlanmadığı bir vaxtda biz artıq Efiopiya, Ruanda, Somali, Qvineya və Qvineya-Bissau ilə siyasi məsləhətləşmələr aparmışıq Xarici İşlər Nazirlikləri arasında və bu ilin sonuna qədər Nigeriya, Zimbabwe, Cənubi Afrika Respublikası, Kongo Respublikası ilə də məsləhətləşmələr planlaşdırılır. Yəni, bu istiqamətdə kifayət qədər fəallıq yaranıb. Artıq bu həm COP-dan sonraki dövrdə ortaya çıxan reallıqlar Afrika qitəsinin özünün də Azərbaycana olan böyük marağından irəli gəlir. Azərbaycan vətəndaşlarının işğaldan azad ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. Dövlət Turizm Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumatına əsasən mayın 20-sindən Yolumuz Qarabağa portalından əldə olunan icazə əsasında Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində səfər mümkün olacaq. İcazələr 2 gün müddətində etibarlı hesab ediləcək. İndiyə qədər portal vasitəsilə yalnız Şuşa, Laçın və Suqovuşana səfər üçün icazə verilirdi. Paytaxtda nəqliyyat sıxlığının azaldılması, alternativ yolların təmin olunması istiqamətində layihələr icra olunur. Belə layihələrdən biri Ziya Bünyadov prospekti ilə Koroğlu metrosuna paralel yolun tikintisidir. Layihə çərçivəsində Nərimanov rayonu ərazisində tunelin tikintisinə başlanılıb.
Paytaxtda yeni yolun tikintisi davam edir. Bu çərçivədə Şəki dairəsi kimi tanınan ərazidə söküntü işləri aparılır. Ərazidə 429 metr uzunluğunda 4 zolaqlı tunel inşa ediləcək. Əlavə 4 zolaq da 2 əks istiqamətdəki yan yollar üçün nəzərdə tutulub. Ətrafdakı iaşə obyektlərində aparılan söküntünün məqsədi inşa olacaq avtomobil tunelinin effektivliyini təmin etməkdir. Tunelin təməlini möhkəmləndirmək üçün buruq üsulu ilə suxurlardan suların boşaldılması həyata keçirilir. Tikinti işləri ilə bağlı sürücülər alternativ yollara yönəldilir. Nərimanova getmək istəyirdim, məcbur buradan fırlanıb əks yoldan getməliyəm. İnşa edəndən sonra yaxşı olar inşallah. Müvəqqəti çətinliyi var, indi əziyyət çəkirik yolu gedib gələndə, toz torpaq da indi gözümüzə düşür, amma bir neçə müddətdən sonra bu çətinlik olmayacaq. İnsanların və sürücülərin xeyri üçün daha yaxşı olacaq ki, tıxacı aradan qaldıracaqlar. Təqdirə layiq haldır. Yəni doğrudan da lazım idi. Yol infrastrukturu üçün çox önəmli idi. İşlər Ziya Bünyadov prospekti ilə Koroğlu metrosuna paralel çəkilən yol layihəsi çərçivəsində aparılır. Avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi ilə Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3,9 km təşkil edəcək. Layihəyə uyğun olaraq avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur. Layihənin gələn ilin mart-aprel ayına qədər yekunlaşdırılması planlaşdırılır. Natiq Çıraqzadə, Kəmran İsayev, ASTV Xəbər. Qar yağdı, sabah isə leysan gözlənilir. Daşqın təhlükəsi varmı? Bəs qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? Güclü yağış nəticəsində paytaxtda Umbaki qəsəbəsini mərkəzlə birləşdirən yolda körpü uçub. Bu səbəbdən qəsəbənin rayon və şəhər mərkəzi ilə əlaqəsi tam kəsilib. Əməkdaşlarımız hadisə yerində olublar. İzləyək. Bir dənə yol var burada, başqa yol yoxdur. Yağış yağan ki qalırıq, ay Allah, sər biz nətər gedəcəyik? Ay Allah, nətər gedək? O sonra bizim gəlin Banisədən gəlib, Allah haqqı kəndi pasurkancaqlar, Allah rəhm eləsin hamı sizdən belə. Evdə nərdivan gətiriblər, nərdivan sürünlər, adada aparıb. Sel gəldi, getdi də körpü, düzəltmək lazımdır. Əlbəttə qane eləmir, təhlükəlidir, yenə gəlsə yenə aparacaq. Buradan gözəl bir körpü salmaq lazımdır, möhkəm bir körpü salmaq lazımdır. Köhnəlif artıq konstruksiyalar görürsünüz. Aprel ayında körpü uçub. Bir dəfə alternativ düzəltdilər. Ondan sonra yenə su gəldi, sel gəldi, yudu apardı. Ondan sonra 3 gün bağlı qaldı, təzədən yenə açılıb. Amma ki, yenə burada alternativin üstündə biraz o asfalt qırıntısı zat töksələr, şerbin töksələr, bu toz olmaz da. Söhbət Qaradağ rayonunun Umbaki qəsəbəsində yerləşən avtomobil körpüsündən gedir. Yolun bərpası istiqamətində müvəqqəti işlər görülsə də, sakinlərin narahatlığına son qoyulmayıb. Olduğumuz avtomobil körpüsü Qaradağ rayonu Umbaki qəsəbəsi ilə paytaxt Bakını əlaqələndirən yeganə yolun üzərində yerləşir və güclü yağışlar səbəbindən körpü uçaraq yararsız hala düşüb. Amma qəsəbə sakinləri iddia edir ki, bu körpünün uçmasına təkcə səbəb güclü yağışlar deyil. 2015-ci ildə əsaslı təmir olunan körpü maksimum 8 ton yük daşıma qabiliyyətinə malikdir. 60 ton yük aparır bu maşınlar burada. Bir dənə deyil, 10 dənə deyil, heç kimin də məhəl qoymurlar. Qarşılarına dəfələrlə keçmişik, üstümüzə sürüblər. Heç kimə məhəl qoymurlar. 60 ton, 80 ton yük aparırlar. Körpümüz də düzələn vaxtı, bərpa olan vaxtı 8 ton yük qoyulmuşdu. İndi qabağımızdan bir Şaqman maşın keçdi, gördünüz? Yazılıb oraya 8 ton. O 50 ton yük aparır. Olmazdı, 8 ton yazıb qoyublar oraya, 80 tonluq, 90 tonda maşın keçir oradan. Çətinlik çəkiyordu, səhər-səhərdə Allah, əlimiz gecə-gündüz göydü ki, Allah yağış yağmasın. Aparma, yağdı, qaldı o da. Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurum hadisədən xəbərdardır. Dərhal əraziyə agentliyin maşın mexanizm və texnikaları və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində alternativ müvəqqəti yol hissəsi körpünün yanında salınıb.
ki, rahat gediş-gəliş təmin olunsun qəsəbəyə. Ərazidə yeni körpünün inşasına bağlı da təkliflər hazırlanaraq aidiyyət üzrə təqdim olunub. Çıxarılacaq qərardan asılı olaraq ərazidə körpünün inşası nəzərdə tutulur. Qəzalı körpünün nə zaman bərpa ediləcəyi ilə bağlı dəqiq tarix açıqlanmasa da, qəsəbə sakinləri, eləcə də sürücülərin hər gün qarşılaşdıqları problemin tezliklə həll ediləcəyinə ümid edirik. Vüsalə Məmmədzadə, Elvin Qəhrəmanov, ASTV Xəbər. Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 3 ayında 10% artaraq 1083 manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən mədən çıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. Son hesablamalara əsasən muzla çalışan 1.775.000 nəfərdən 895.000-i qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Bakının mərkəzində velosiped və skuterlər əsas nəqliyyat vasitəsinə çevriləcək. Bu haqda BMT-nin 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi həftəsində məlumat verilib. Həftə çərçivəsində AYNA və BMT-nin Azərbaycandakı nümayəndəliyi birgə maarifləndirici tədbirlər keçirir. Bu il mikromobillik vasitələrindən 675.880 dəfə istifadə olunub, ümumilikdə 1.895.000 kilometrə yaxın məsafə qət edilib. Yaxın vaxtlarda metronun Elmlər Akademiyası stansiyası ətrafındakı mikromobillik şəbəkəsinin şəhər mərkəzi ilə əlaqələndirilməsi planlaşdırılır. Məqsəd yaxın məsafələrdə velosiped və skuterlərin əsas nəqliyyat vasitəsinə çevrilməsidir. Əsas məqsəd yol hərəkətində məsuliyyətli davranışın təşviqi, həmçinin mikromobillik istifadəçilərinin mövcud yol infrastrukturunda daha təhlükəsiz şəkildə hərəkət etməsinə töhfə verməkdir. Bu təşəbbüs yol hərəkəti təhlükəsizliyinin təkcə texniki və hüquqi deyil, eyni zamanda sosial məsuliyyət məsələsi olduğunu bir daha gündəmə gətirir. Bu həftənin, bu ilki tədbirin daha doğrusu əsas çağırışları təhlükəsiz velosiped və piyada yürüyüşlərini təşviq eləməkdir. Və bu həftə ərzində də Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu çərçivədə müxtəlif tədbirlər həyata keçiriləcək. Həm bugün Hüseyn Cavid prospektində təhlükəsiz velosiped yürüyüşlərinin təşviqi ilə bağlı, eyni zamanda müxtəlif məktəblərdə tədbirlər nəzərdə tutulub. Hazırda paytaxtda velosiped və skuterlər üçün 484 parklanma məntəqəsi müəyyən edilib və tələbat artdıqca sayda artırılır. Zolaqların kənarında xüsusi təhlükəsizlik sədləri yerləşdirilmişdir. Həmçinin zolaqlar boyu müvafiq yol nişanları yerləşdirilmişdir. Bundan başqa zolağın keçdiyi nizamlanan yol kəsişmələrində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən mövcud işıqfor dirəklərinin üzərinə velosipedçilər üçün svetofor bölmələri, işıqfor bölmələri də yerləşdirilmişdir. Hər il dünyada 1,3 milyon insan yol qəzası nəticəsində həyatını itirir. Qəzaların böyük əksəriyyəti piyadalar və velosipedçilərin iştirakı ilə baş verir. Rəqəmlər onu deməyə əsas verir ki, mikromobillik vasitələrindən istifadədə maariflənməyə ehtiyac var. Elə bu məqsədlə BMT-nin 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi həftəsi çərçivəsində paytaxt sakinlərinə broşürlər paylanıldı. Şahnun Qasımova, Çingiz Qəniyev, ASTV Xəbər. Bərpa olunan enerjiyə keçid sadəcə texnoloji inkişaf deyil, həm də yaşıl gələcək üçün atılan böyük addımdır. Azərbaycanın külək enerjisi layihəsi bu istiqamətdə strateji dönüş nöqtəsidir. Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa daha bir sıra sənədlər imzalanıb. Onlardan biri də külək enerjisi layihəsi ilə bağlıdır. Xəzər dənizinin Azərbaycan sektorunda 2 giqavat gücündə külək elektrik stansiyası inşası planlaşdırılır. Bu, ölkədə dəniz üzərində həyata keçiriləcək ilk belə layihə olacaq. Hazırda Azərbaycanın bərpa olunan enerji potensialı 27 giqavat səviyyəsində qiymətləndirilir. Bunun təxminən 15.700 megavatı yalnız külək enerjisinin payına düşür. Təkcə Xəzər dənizində isə 7 giqavatlıq külək enerjisi potensialı mövcuddur. Yeni layihə bu ehtiyatlardan 2 giqavatının istifadəsini nəzərdə tutur. Bu rəqəmlər Azərbaycanın təkcə enerji ixracatçısı kimi deyil, həm də yaşıl enerjinin regionda əsas təminatçısı olmağa hazır olduğunu göstərir.
Beləliklə, dənizdə güclü və sabit küləklərdən istifadə etməklə yüksək səmərəliliklə elektrik enerjisi istehsal olunacaq. Bu isə həm texniki, həm də iqtisadi baxımdan səmərəli nəticələr vəd edir. Dənizdə bildiyiniz kimi Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının araşdırması göstərdiyi kimi 157 gigavat bizim potensialımız var. Bundan dayaz sulu hissədə təxminən 35 gigavat potensial mövcuddur. Hal-hazırda o potensialın reallaşdırılması üçün zəruri bir neçə istiqamətdə addımlar atılır. Bunlardan birincisi həmin su sahələrinin aidiyyəti qurumlarla razılaşdırılması və onların o həmin su obyektlərinin bərpa olunan enerji mənbələri ərazisi kimi elan olunmasıdır. İstehsal olunacaq elektrik enerjisinin əsas məqsədi isə Avropa bazarlarıdır. Bunun üçün Xəzər, Qaradəniz, Avropa Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın yaşıl enerjisini Avropaya çatdıracaq yeni marşrut formalaşdırılır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında razılaşdırılan bu marşrut üzrə 4 gigavat gücündə yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulur. Avropa İttifaqının illik elektrik enerjisi tələbatı təxminən 3000 teravat saat təşkil edir. Əgər Xəzərdə yalnız 7-8 gigavat gücündə külək stansiyası qurulsa və bu stansiyalar ildə 3500 saat işləsə, bu təqribən 25-30 teravat saat enerji deməkdir. Bu isə Avropa bazarının 1%-dən bir qədər artıq hissəsini ödəyə bilər deməkdir. Əgər gələcəkdə bu rəqəm 20-30 gigavata çatarsa, Avropanın 10%-ə qədər yaşıl enerji tələbatını qarşılamaq mümkün olacaqdır. Bu çox ciddi göstəricidir və Azərbaycanın strateji mövqeyini möhkəmləndirir. Belə aydın olur ki, külək enerjisi layihəsi Azərbaycanı bərpa olunan enerji üzrə regional liderə və beynəlxalq bazarda mühüm oyunçuya çevrilməsinə imkan verəcək. Layihə həm də ölkəyə yeni texnologiyaların və xarici investorların axınına şərait yaradacaq. Çinarə Qambayeva, Çingiz Qəniyev, ASTV xəbər. Dünən gecədən başlayaraq ölkə ərazisində güclü külək müşahidə olunur. Hətta bəzi ərazilərə qar və yağış da yağıb. Çaylarda isə sululuq artıb. Xüsusilə Kürün bol sulu dövrü davam edir. Qarşıdakı günlərdə suyun səviyyəsinin daha da artması ehtimalı var. Bəs sel və daşqın təhlükəsi gözlənilirmi? Başlayaraq əslində deyə bilərik ki, havalar çox isti keçirdi. Hətta biz qalın geyimlərimizi də yığışdırmışdıq, lakin görünən odur ki, azca tələsmişik. Çünki indi hava çox küləklidir, hətta səhər-səhərdə yağış yağırdı. 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 17-19 dərəcə isti olacaq. Bölgələrdə də müşahidə olunan yağıntılı hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir. Belə ki, arabir yağıntı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə yağıntıların qara keçəcəyi ehtimal olunur. Hətta Şahdağa qar da yağıb. Güclü küləklə əlaqədar isə sarı və narıncı xəbərdarlıq edilib. Çayların da sulluğu xeyli artıb. Xüsusilə Kürün aşağı axınında yerləşən yaşayış məntəqələrinin sakinləri bu vəziyyətdən narahatdılar. Çünki son həftələrdə çayda suyun səviyyəsi 2 metrə yaxın qalxıb. Dayandığımız yer bu dəqiqə ən təhlükəli yerlərdən biridir. Yəni bu buradan qalxsa, yıxsa, bu 80 hektar burada əkin sahələri var, kənd cəmaatının əkin sahələridir. Sonra biraz o tərəfdə kənd cəmaatının özünün yaşadığı yer, yaşayış sahəsidir. Yəni ki, bunu biz görmüşük, əvvəlini görmüşük, daşqınların əvvəlini görmüşük. Artıq bəzi ərazilərdə sahilin yuyulması halları da müşahidə olunur. Bəs çay sahili bəndlər hansı vəziyyətdədir? Mingəçevirdə bir neçə gün bundan qabaq 420 kub su keçirilsə, bugün 370 kub, 50 kub azalmışdı. Hal-hazırda Surra məntəqəsində suyun səviyyəsi 50 sm səviyyəsində aşağı enmişdir. Ona görə ümumilikdə əminliklə deyə bilərik ki, heç bir narahatçılıq yoxdur. Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 17-sinə dək davam edəcək. Çinarə Qambayeva, Elnur Ələkbərov, Mirəl Əkbər Hüseynov, ASTV xəbər. Bakıda start götürən Azərbaycan Hava Yolları Beynəlxalq Hava Nəqliyyat Assosiasiyası Aviasiya Enerji Forumuna ev sahibliyi edir. Forum Qafqaz regionunda keçirilən ilk tədbirdir.
Paytaxtımızda ilk dəfə keçirilən Aviasiya Enerji Forumunun ilk günü mühüm müzakirələrlə yadda qalıb. Tədbirdə beynəlxalq aviaşirkət rəhbərləri, ekspertlər və dövlət nümayəndələri iştirak edib. Azalın prezidenti Samir Rzayev beynəlxalq aviasiya yanacağı sənayesinin ən nüfuzlu tədbirlərindən biri olan Aviasiya Enerji Forumunun Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Bakıda ilk dəfə keçirilən tədbir Azərbaycanın enerji və aviasiya gündəmində yeni bir səhifə açıb. O da qeyd olunub ki, Azal aviasiya sənayesinin dekarbonizasiyasını dəstəkləməyə sadiq qalacaq. Aviasiya Enerji Forumunda 60 ölkədən 70 aviaşirkət və 700-dən çox nümayəndə iştirak edir. Tədbir dayanıqlı aviasiya yanacağı, davamlılıq və aviasiya sənayesində baş verən dəyişikliklərə innovativ yanaşmalar barədə dialoqu başlatmaq məqsədi daşıyır. Forumun ilk günü Azal'la Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası arasında iki önəmli sənəd imzalanıb. Bununla da Azal ətraf mühitin mühafizəsi və şəffaf emissiya hesablamaları sayəsində beynəlxalq çərçivəyə qoşulub. Bu yanacaq və aviasiya sənayesində çalışan təcrübəli və nüfuzlu insanlarla tanış olmaq üçün əla fürsətdir. Sənayedə baş verən proseslər, texniki yanacaq filtrasiyası və tələbat, eləcə də kommersiya baxımından nələr edə biləcəyimiz və aviasiya sənayesinə daha yaxşı dəstək olmaq üçün necə yönələ biləcəyimiz barədə məlumat almaq üçün forum böyük imkan yaradır. Aviasiya Enerji Forumu dinamik panel və texniki sessiyalarla davam edəcək. Bu unikal platformanın məqsədi müasir aviasiyanın enerji sahəsindəki çağırışlarını müzakirə etmək. Həmçinin 2050-ci ilə qədər aviasiyanın sıfır karbon dioksid emissiyasına çatmaq üçün işbirliyi qurmaqda. Günün mühüm mövzularına birgə nəzər saldıq. Hadisələrin inkişafı ATV xəbərin növbəti buraxılışlarında eyni zamanda ən son məlumatları sosial şəbəkə hesablarımız vasitəsilə də əldə edə bilərsiniz. Mən sizinlə hələlik sağollaşıram. Özünüzü qoruyun. Görüşərik.